Uşaqlar, gözəl izləyicilər, nə olursunuz? Anama dərman pulu yığıram, ay mən sizə qurban olum. Kartımız buradadır uşaqlar, nə olursunuz? Qoy ondan mən bir çay içim. Qatı deyil bu. Keçibiniz də normal bəhməldir ha. Dərman deyil abi. Bu da dönməsin şeydir. Kartımız dıngıldadı. Düşün görüntüm var qanlara. Yazık ki anan ne pişirir onu da ye. Evet. Mamanın yemeklerinden ki ezerem, ölerem, soraram valla. Görsən? Aslında yiyebilmediğimiz şeyler de var da ne baş. Ne gayrı hani öğe değil. Belüye. Ben ne pişirirler, ne koyular kabağınızı onu da yiyin. Kocura kartımıza pul geldi. Bir geldi Firuze hanım attı. Firuze. Bir soğan yemirəm, bir yemirəm, bir ne ye beyaz. 7 manatımız da olsa olur içmin. Bunlar sevinmir ki. Bunlar hələ sevinmir ki, xəstə canımla, para canımla. Gün 8-9 aydır birinci dəfədir kunuya girirəm. Yemək pişirmişəm, küftə pişirmişəm. İndi də lobiyalı aş pişirmək istəyirəm. Bunlar sevinmir ki, anam yemək pişirir bizə, bizim qabağımıza qoy, yemək pişirir. Biri deyir, mən soğança istəmirəm, biri deyir, mən lobiya yemirəm. Nə qaraq bunlarla? Su da olsa, su da olsa. Bu ne de zıbırtı kaynaz. Bəhməzə dərman öskürəyin, böbü dedin qəşəkdir. Öskürəyin dərmanında keçib boynuzu bəhməzə. O qədər tək yaşayıb ki, bax, deyirlər ki, niyyətimə tək yaşayır da, tək yaşamaq. Bax, buna görə öz istədiyini alır, quru yemək haqqında yeyir ki, yəni bizim yeməyimizi bəyənmir. Mən də sulu selli yemək xoşlayıram yeməyi. Gördünüz o bəhməzən ağardı, nəfasını göstərdi. İşmə, o bu bəhməzən var da. Gülhane. Gülhane bir attı kartımıza. Çok sağ ol Gülhane. Mənim indi hal-hazırda kartımda var 2994. Ne kadarımız çatmır 3000 olmağına? Altı manat. Azalmışıq.
Çox şükürlər. Bir dərman, ən bahalı dərmanımızın pulunu qurtarmaq üzrəyik. 6 manatla başını bağlayırıq. Sonra yerdə qalır. 2 gəldi Leo'dan. Çox sağ olun. Təşəkkür edirik. Allah var eləsin. Sonra qalır o birisi dərmanımızın pulu. Çox təşəkkür edirəm. Başın çatmır. Yaxşı eləyir. Mənim başım işləmir. Parabeynəm. Mənim başım həmişə dik yer gəzir. Künclər gəzir ki, başını vursun, oraya yarsın. 4 manat qaldı. Həmişə yüzün gülsün. Öpürəm səni, canım mənim. Borcu var da hamına şişe. Borcu var da. Hedefi. Bulldog kimi yürürsən, yer yürüməyə yürgən. Yer bir düzəməli bir it kimi yürüməyə yürgən. Sən bura bulldog itlər kimi yürürsən qadam. Geri başqa cür yürüməyə yürgən. Şəhla xanım bir attı, çox sağ olun. Bu moderatorum çata baxmayın ha. Ay qara giləm, ay qara giləm, ay qara giləm, ay qara giləm, qara giləm, ay qara giləm, qara giləm, ay 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 qara giləm. Ay qara giləm, qara giləm, ay qara, ay qara, ay qara, qara getdi qarmağı, qara qarmağı, ay qara, ay qara, qara giləm, ay qara, ay qara, ay qara, ay qara, ay qara. Mənim gözəl izləyicilərim. Zerkalli nömrəyə baxın burada, Zerkalli. 3003 manat. Çox sağ olun. Körüm xanım da 3 atdı. Allah başından döysün. Bəli. Öpürümsün. Yerdə qaldı bir dərmanımızın pulu. Ən bahalı dərmanımızın pulunu yığdıq. Sən təşəkkür edəm də sigaret çəkin də xanım. Qızışma sana. Sigaret sıskırdım. Hələ bir dərmanımızın pulu var. Depresiyadan çıxıb da. Şükür gününüz olsun. Allah köməyiniz olsun. Allah başınızdan töksün, Allah min əvəziniz versin, cibinizə Allah bərəkət versin, Allah o deyirik, o qəlbinizdəki, ürəyinizdəki nə niyyət var, hasil olsun, yerinə yetsin. Çox sağ olun, Allah köməyiniz olsun, Allah deyir, sevənləriniz çox olsun, pis elə həmişə pisdir, öz yerindədir pis insan. Allah canınızı, evlatlarınızı, analarınızı, atalarınızı canını sağ eləsin. Şükür. Deyirik, o yaşamaq səbəbi, yaşamaq hamınıza təşəkkür edirəm. Allah köməyiniz olsun. Allah əlinizdən tutsun. Allah kimin nəyə gücü çatıb 1 manata, 5 manata, 10 manata o tıklayan, yazan, yaxşı sözlər yazanların inşallah o birisini də yığarıq. Əsas məsələ buydu, bu dərman idi. Yəni bu bahalı dərman idi. Onun pulu yığıldı. Çox sağ olun. Çox şükür. Allah canınızı sağ eləsin. Nə qədər minnətdarlıq eləsəm də eşyəni o çatan bir şey deyil. Yəni minnətdar olsam da desə deyiləcək bir sözlə onu yəni çatdırılacaq bir şey deyil. Azdır. Nə desəm sizə azdır. Allah ürəyinizdən sevgini, onlar nədir, o şükür ya Allah, şükür gününüz olsun. Allah sevgisini ürəyinizdən əskik eləməsin. Dua eləyənlər də çox sağ olsun. Sizin o duanız puldan da, hər şeydən də mühümdür, hər şeydən irəlidir. O dua da çox mühüm bir şeydir.
Çox sağ olun, balacam, çox sağ olun. Bir hamınıza təşəkkür edirəm. Üzünüzdən öpürəm, gözünüzdən öpürəm. Bağrıma basıram hamınızı. Çox sağ olun. Çox şükür. Qaldı bir dərmanımız. İnşallah o da yığılar. İnşallah o da düzələr. İnsanda bir səbir yaxşı idi, səbir eləmək. Kartı paylaş gün. Canım. Burada moderatorlar var, Timan moderatorlar var. Moderator olmayan xanımlar da var, dəstəkçilər də var. Hamınıza təşəkkür edirəm. Mənim üçün mənim izləyicilərim, mənim Bəli, izləyicim, mənə izləyicilər xoş söz, var. gözəl söz yazan izləyicim hamısı dəstəkçidir. Hə, onlar da deyirəm də, onlar da bir dəstəkçidir. O dəstəkçi o demək deyil, nəsə atar, nəsə olar. Oradakı səni tərəfini saxlayırlar, yaxşı söz yazırlar. Onlar da dəstəkçidir bənə. Onlar elə sözün düzün yazanlar. Xatirə xanım 3 attı. Nailə, çox sağ ol. Florida yenə bir attı. Çox sağ olun. Nailə Kəpənəyatda. Çox sağ ol, Allah köməyində Çox sağ ol, dursun. Allah ürəyinə görə versin. Naila, спасибо, дорогое, я люблю тебя. Allah həmişə üzünüzü güldürsün. Allah həmişə ürəyinizi açsın. Ürəyinizi sevindirsin. İnşallah balacam. Bir gəldi Florida. Hə, çox sağ ol canım. Ana, can ana. Ana, Baku yazıb ana. Çox sağ ol. Allah köməyində dursun. Mən anama akıl ilacını yığıram, 3-4 gündür o pulu yığıram. Bizi tərk etməyən hər kəsə təşəkkür Ayla, edirəm. çox sağ ol Ayla. Çox şükür, şükür gününüz olsun. Həmişə deyirik, xeyir xəbər eşidəsiniz, xeyriyə, qulağınız xeyirli şeylər eşitsin. Hələ bir dərmanımızın pulu durur uşaqlar. O birisi dərmanımızın pulu da 1620 manatdır. 1620 manat. Elə bilginən ki, bu 3000-i qoyduq qırağa. Elə bir 11 manatımız var o dərmandan. Banu xanım, çox sağ ol. Can deyən dilinizə qurban olun. O sevinən ürəkləriniz var. Allah min qat əvəzini versin. O sevinir sizi pul yığdığına görə. Yəni müalicəm davam etdiyinə görə. Çox sevinən insanlar var, tanıyanlar var, tanımayanlar var. Allah canınızı sağ eləsin. Çox sağ olun. Soğancam yandı. Soğancam yandı. İndi keçdik o birisi dərmana. Bir də bu arada uşaqlar resepti Instagrama qoymuşam. Baxa bilərsiniz reseptimə. İnşallah bunu da yığarıq. Kartımız dıngıldadı. Kartımıza gəldi. Vəfa xanım bir attı. Çox sağ olun Vəfa xanım. Allah var eləsin. Cibin dolu olsun. Elnurə bir attı. Çox sağ ol Elnurə. Təşəkkür edirəm. Gözün aydın. Aydınlıq içində olun. Ən ağır çətini buydu. Emondan 20 gəldi bizə. Çox sağ olun. Allah var eləsin. Timamı ondan 20 mən atdım. Baldızım attı. Baldızına qurban olum. Baldızına deyirəm ki, çox sağ olsun. Deyirəm, baldız. Sağ olsun. Allah var eləsin. Civi dolu olsun. Təşəkkür eləyirik. Səkinə bir attı kartımıza. Çox sağ ol. Mənim baldızım baldadır, baldadır, ara bir, baldadır, baldadır. Qaldı 1600 azenimiz. Bəli. Az 1600 manatımız niyə ki? Ну это сказала вам. Бау. Бау. Bau. 140 manatda monumuzda var da ay başı. Və dünən atan o xanımın pulunu hesablamırsınız siz. Mı onda. Bizim 140 manat pulumuz var.
Ne için сказала? 1500 manatımız qalır izləyicilərim. Lamiyə xanım 3 atdı. Yenə başqa Lamiyə, bir Lamiyə xanım 3 atdı, bir Lamiyə xanım da 2 atdı. Çox sağ olun, təşəkkürlər. Allah başınızdan töysün. Allah cibinizi dolu eləsin. Azalmışıq az şükür. 3000 biraz çox rəqəmdir. Reseptin tarixini qoyun. Burada neçə nəfər xəstəxanada işləyir? Zəhmət olmasa səs eləyin. Neçə nəfər xəstəxanada işləyir? Gözəl izləyicilərim. Reseptin üstünə tarix qoyursunuz. Reseptin üstünə tarix qoyulur. Hə. Ben niye zöhraf koymuyor? Çünki getməmişik axı bizə o yazıb ki, onu alın gətirin. Da. Biz hələ getməmişik, resept Vız dilə. getməyəcəyik. 1.90 geldi. Çok sağ olun, teşekkür edirik. Adı var, həkimin adı var reseptdə, familiyası var. He, adı familiyası klinikanın adı. Xəstəxananın adı var. Da. Biz ora getməmişik, o resepti üstünə yazar. O telefonla atıbdı. Ne kadar kaldı? Az kalıbdı. Elə bir günən ki 1000, 1400, 1500 qalıb uşaqlar. 1500 manatımız qalıb. 1500'ümüz qalıb. Köhnə resept ola bilər. Əgəmin. Köhnə reseptdə bizə bir dənə perjeta, 2 dənə dərman yazılmırdı, çox şey yazılırdı. Ababa çok sağ ol, teşekkür ederim ki geldi ababadan. Minnettarım. Ay başı, biz getməmişik ya ximiyə həkim yanına. WhatsApp-la gəlib, əlaqə saxlamışıq. Reseptimizi yazıb atıb bizə ki, bunları al gəl yanıma. Ay Tima, ay millət, İmanil canlıda gedir dərman almağa. Da! Deyirəm ki, nələri fikirləşirlər, nələri. Allah Taala heç kimə o dərman adı ilə o pulu yığıb nəsə qismət eləməsin. Yəni nə düşünürlər bunlar? Nə bilmirəm, nə deyim ta indi. Artıq sənin bacındır. Necəsən Wolf? Wolflar Wolfu. Necəsən? Bax, həkimin səsi var məndə. İstəyirsən o qulaq as. Bakayım. Qoy WhatsApp-a girim. Həkimin səsi nə var? Elə səsi yaxşıdır ki, səsini eşitsinlər. WhatsApp-a gir. Nerede oluyor senin WhatsApp'ın? Röhrab Doktor Gence. Sonuncu ses. Olan şehir var. Mənim Gəncədə bildiyim nömrəsi olan şehir var. Bunlarla maraqlanın, baxın gör hansından esiyordu. Tak что? Zehrabı yığırıq gerək Zehraba zəhcə. İş vaxtıdır, saat neçədir? Saat 6-ya işləyib, bəlkə dolar. Zəng çatmır. Soruşdum evdə. Deyir çalınmıyor, arıyor. Evə resept yazasın. Kartımıza 2 geldi. Vidadi. Vidadi müəllim çok sağ olun. İlkində 90 qəpik atdı. Çok sağ ol İlkin. Biraz sağ olun. Biraz da onunla soruşmaq lazımdır ki, bülten açdırmaq lazımdır. Yoxsa yox, mən işdən ona görə. Az bizim deyir şey, bax tutalım ki, ay gözəl izləyicilərim. Bax indi bizim ximiya həkimimiz Gəncədədir də. İndi biz buradan Gəncəyə 60-70 manat taksiyə verək.
Gedək gənciyə ki, nədir bizə dərman resept yazsın versin. WhatsApp-la zəng eləyirik, telefonla zəng eləyirik. Reseptimiz nədir? Yazıb verir bizə də. Bilir də bizə nə etmək, nə yazmaq lazımdır. Ну ты сказаличка, это вамочка, мамочка. Ну это батлик, лямчи, ливлик. Doktor gəlib deyə bilərsiniz. Bu, lik. Neçəyə bilər bunun qiyməti? İndi nastireniyam açılır. Əsəblərimi pozmayın ha. Cıraram. Cırıq. Bambul olmayar. Demək bu 2 dənə ağıl dərmandır. Deyə bax buradadır da. Birinci səsəni qulaq asmısan. Hansına? Sonrakına ilə bax yarım çıxalan başdan bir. Bu sən səsindir. Birinci seansda birinci, yüksək hə. doza yuxarı olacaq. Sonraki seanslarda aşağı. Ağıl dərmandır. Birit qanun. Sonra nisbət qanun. Demək bu 2 dənə ağıl dərmandır. Birinci seansda yüksək doza yuxarı olacaq. Sonraki seanslarda aşağı olacaq. Onu deyərdiniz. Aptekdən maraqlanıb deyərdiniz amma. Miyav. Yəni bu həkimdir. Həkim dediyi söz, elə mən də soruşuda niyə həkim Su çəkdirdin? Yox hələ. İnşallah. Bunu da yığım. Bu dərmanın pulunu da yığım. Az qalıbdı. Nədir? 1500 manatımız qalıbdı. Bunu da yığım. Gedirəm oturam evimdə işləyim də. Mən bir də sizin küçəyə girsəm. Mən bir də sizin qapınıza tərəf gəlsəm. Mən bir də bu küçədən keçsəm. Onda deyərsən ki, sən Hüseynov Elşən bir eşşək olursan. Şeydir, onun adı nədir? Dərman desə yenə zəfir özüm gələsən də. Bu dəfəcə qurut nəsə yaxşı çıxmır. Qırcımadır. Yaxşı tanıdamam sənə. Yox, həm Qırcıma deyil, mən onun qırağına qatlayıb qoymuşdum. Qırağına duzlularını qoymuşdum. İndi də hər şey telefonla həll olunur. Moddan düşürsən. Moddan düşmüşəm, ona görə 3000 pul yığmışam 2 günə. Ona görə moddan düşmüşəm. Anamın müalicəsinin, akıllı ilacının pulunu 3 günə 2 günə yığmışam. Mən moddan düşmüşəm, az moddan düşən sən səni it yerinə qoyan da yoxdur səni. Mən düşmüşəm az moddan. Ali. Prosto nastireniyam yoxdur. Depresiyalara düşürəm. Ne olub ki, niyə moddan düşürəm ki? Sən o saat yerin burada bir də dombalaq aşım, 10 min adam oturub mənim burada dombalaq aşmağıma baxacaq. Bir dəqiqə girim stolun altından, o yüzden çıxım, bir dəqiqə minni millət töküləcək bura, yığışacaq mənə baxacaq, deyəcək, ni, əmrin təkəri, yığışıb mənə baxacaq, dəqiqə burada. Niyə moddan düşürəm ki? Prosto şeyim, sakit durmuşam. Əmrin təkərini göstər yorumu nədir elə deyirsən. Çox adam istəyir arkadaşım. Mən də bilmirəm nə adı elə. Gəl. Senin başına Ömrün teker Ömrün tekeri Ömrün tekeri Ömrün tekeri Ömürde teker o teker Çok sağ ol Ömrün tekeri Ömrün tekeri Ömrün tekeri Diye bu şehirde gül senin başına Ömrün tekeri gül başıma Başıma değsin ömrün tekeri Elnur buradan sana derim Cəmaat hər şeydən söz çıxardır. Əmrin təkəri. Gözəl izləyicilərim, dəstəyinizi kəsməyin də, nə olar, çox xahiş edirəm sizdən. Bu dərmanımızın da pulunu yığaq. Mənim dəyərli izləyicilərim. Ne kadar yığıldı? Bir dərmanımızın pulu yığıldı. Bir dərmanımızın pulundan da qalıb 1500. Bedni dünən dəstəyi oldu, sağ olsun. Allah başından döysün.
1500 qalıb sonuncu dərmanımızın puludur. Bu da akıllı ilaçdır. Bunun dozası azdır. Ona görə belədir. Deyirəm ki, ay Nazə xanım. Cəmat 10 dəqiqəyə 10 min yığ. Deyib yox, onlardır mənməlik. Deyirəm, bəlkə belə eləyək, izləyəcəm. Gəlin oturaq məsləhətləşəyin. Bax, gəl belə eləyək. İndi biz ən dozası çox olanın pulunu yığdıq da. Gəl belə eləyək. Gəl, bunu alaq vurduraq. Bunu alaq vurduraq. Yerdə qalsın o birisi. Ha, uşaqlar. O birisi qalsın da. İndi biraz özümüzə qayıdaq. Biraz izləyicilərimiz də özünü toparlasın. Ondan sonra da o birisini yığarıq da. Hardasa bir 10 gündən, 15 gündən sonra da o birisini yığarıq. Olar elə? İnşallah. Mənim fikrim əslində birisi nə? Dedim, hamısını bir şəkildə yığım. Bakıya bir dəfə gedim gəlim. Gedim bunu hamısını alım gətirim. Təzən bir də gedəsən dərman. Hə, indi məsəl üçün, indi almasın bir də məcburam təzdən yenə gedəm gələm. Yox, xərci eləyik, getmək pulu, gəlmək pulu. İndi qoy sizinlə də məsləhətləşək, görə izləyicilərimiz nə yazır? Yığaq deyir, yığın. Bakıya gedib gəlmək də xərcdir, puldur. Bir var 2 dəfə gedə xərc çəkə, bir var bir dəfə gedə dərmanlara. Gözdə yığılsın bir dəfəlik gəl. Yox, yığılsın 2 gündə döz. 2 gündə döz. Elə olacaqdır. İndi mən Onda stolumu götür ki, yığaq. Mən qalmaq istəmirəm. Heç bir bülteni açdırmaq istəmirəm. Bunu həkimdən soracaq. Soruşarsa heç çatmır ki. Hə, görək yan təsiri çoxdur mu, işə gedə biləcəyəm, gedə bilməyəcəm. Mən onu bilmək istəyirəm ki, işdən qalmaq istəmirəm. Yığ hamısını birinci gün Bəlkə get bundan Bakıya. sonra da, məsəl üçün, həkim dərman dedi. Heç olmasa maaşımı almamışam. Bizim hələ onkologumuz Toma xanım hələ bizə heç nə deməyib. Nədən, yəni ilə belə istəmirəm işdən qalam. Ona görə də işə getmək lazımdır ki, odun salfetka verim. İnşallah yığarıq. Yerdə də nə qalıbdır? 1400-1500 manatımız qalıb. İnşallah o da düzələr və bir dəfənə gedərsən, dərmanın hamısını alıb gətirərsən. Çünki özüm gedəcəm dərman almağa. İndi adam ki, o taksiyə verə bilməz də o boyda pulu ki, sən ged. Bakıdan falan yerdən bu olan dərman al gətir. Dərmanı qırarlar, bağlı dərmandır. Ondan sonra buzun içində gəlir, hə o heç şeydir. Pulumuzu zadımıza uğrayalır, evimiz yıxılar. Bedin nə qədər kömək elədi, nə qədər elədi də, yəni az da olsa, çox da olsa, çox böyük puldur bizim üçün. Hər kim nə qədər atsa böyük puldur. Allah Sizin 1 manatınızdan 100 manatınızda kimi bizim üçün böyük bir global bir wow bir puldur. Bunu nəzərə alın. Bizə borcu yox deyil, bizə həmişə pul atsın, nəsə atsın. Amma yenə də Allah canını sağ eləsin, həmişə kasıfların əlindən tutur, həmişə imkansızların əlindən tuturdur. Bizə də kömək eləyir. Əvvəl bir gündən xəstələnəndən elə qırıq-qırıq hər dəfə kömək eləyibdir. Allah canını sağ eləsin, bedinin də, yaxşı insanların da.